Evde sosiska hazırladım. Dadı mükemmel. Görüntüsünü de videodan görürsünüz. Hazırlanması ise çok asandır. Toyuğun sinə əti bizə lazımdır. Burada ən vacib məqam ədəvalar. Açıqlamada qeyd etdiyim ədəvaların hər birini mütləq bura əlavə edin. Daha sonra bir xörək qaşığı unu yaxşıca qovurun. Blenderdən və ya ət çəkən maşından keçirdiyiniz ətin üzərinə əlavə edib 2-3 dəqiqə yoğurun. Ölçü tamamen sizdən asılıdır. Mən 8 bərabər hissəyə böldüm. Gördüyünüz formada streçin üzərinə qoyub forma verdim. Yuvarlayıb hər birinin başını streçlə bağladım. Daha sonra 1 saat buzluqda gözlətdim ki, özünü tutsun. Qaynayan suyun içinə əlavə edib 15 dəqiqə qaynatdım. Soyuduqdan sonra kağızlarını soyub yaxşıca qızartdım. Yediyiniz ən ləzzətli sosiska elə sizin öz hazırladığınız olacaq. Hazırlamasının bu qədər asan olmağına baxmayaraq dadı möhtəşəmdir. Mütləq sınayın. Dadlı reseptlər üçün izləmədə qal. Hələlik.